Salam Meyrət Media TV izləyiciləri. Bu gün sizlərə Uşaqlar Allahı Soruşur kitabından 4-cü sualı cavablandıracağam. 4-cü sualımız: biz dünyada bir neçə deyil, məhz bir Allah olduğunu hardan bilirik? Gəlin bu sualın cavabını tapmaq üçün iki icra hakimi olan xəyali şəhərə səfər edək. Bu şəhərdə təəccüb doğuran hadisələr baş verir. Məsələn, birinci icra hakimi bir yerə yol salır. Səhərsi gün ikinci icra hakimi oranı futbol meydançası edir. Birinci icra hakimi bir yerdə əhalinin eğlənməsi üçün park salır. Səhərsi gün ikinci icra hakimi oranı avtomobil dayanacağı edir. Birinci icra hakimi cəmaata elan edir ki, axşam saat 9-da zibilləri qapının ağzına qoysunlar. Amma ikinci icra hakimi zibil maşınlarını cəmaata hələ zibilləri qapı ağzına qoymamışdan neçə saat əvvəl zibil yığmaya göndərir. Birinci icra hakimi şəhərin bir yerində böyük avtomagistral tikir. İkinci icra hakimi isə elə həmin avtomagistralın ortasında bazar salır. Birinci icra hakimi bir yerdə yanğın söndürücü məntəqəsi tikdirir. Səhərsi gün ikinci icra hakimi həmin ərazidə qazon salınması göstərişini verir. Əgər yaşadığımız bu dünyada da bir deyil, bir neçə Allah olsaydı, təsəvvürümüzdə canlandırdığımız bu şəhər kimi hər şey bir-birinə qarışar, ona hal-hazırda mövcud olan nizam-intizam hakim olmazdı. Və əgər Allahdan başqa tanrılar olsaydı, nə üçün bizə peyğəmbər olaraq bir nəfər belə göndərməyib? Bu haqda İmam Əli əleyhissalam bu barədə oğlu İmam Həsənə belə buyurub: oğul, bil, əgər Rəbbinin şəriki olsaydı, sənin yanına həmin şərikin də peyğəmbərləri gələrdi.